Herkese salam. YouTube kanalıma xoş gəlmisiniz. Keçən dəfə olduğu kimi Bəstə xanımla bugün bizimlə bərabərdir. Salam. Biz dənizin bir addımlığında Dəniz Molun birinci mərtəbəsində yerləşən Dopamin restoranına gəlmişik. Buranın səhər yeməyini sizlər üçün sınayırıq. Verdiyimiz sifarişlər gəldi. Menüdə 2 dənə isti yeməyimiz var. Biri qayğanaq, biri pomidor yumurta. Əlavə isti bişirintilər olaraq siqara börəyi, bunun adını bilmirəm. Közləmə, belə bir asorti pendir boşqabı, çörək, salat və digər zeytun, şor, bal, çay. Dadı düşünürəm daha yaxşı ola bilərdi. Belə qeyri-adi baldır. Bundan daha dadlılarla sınamışam. Çox dadlı pendirdir. Onun elə bil içi şordu, içi pendir. Dolma kimi pişir bilər. Fərqli dadı var. Bir şeydir. Fikrimizi sizinlə daha rahat bölüşmək üçün məkandan çıxdıq. Aysel, səncə? Açıqcası mən verilən məhsulları o qədər də bəyənmədim. Yəni adına baxanda bilinirdi ki, verilən məhsulların heç biri təzə deyil. Bir dənə orada demək olar ki, pomidor yumurtanı bəyəndim. Hesab nə qədər elədi? Hesab ümumi səhər yeməyi 35 manat idi 2 nəfərlik, servis haqqı 8% idi. Ümumi 37 manat 80 qəpik səhv etmirəmsə ödədik. Dəyişiklik olsun deyə arada bir gəlmək olar. Amma səhər yeməyinə yox, məsələn bu mənzərədə çay içməyə görə gəlmək olar. Düşünürəm ki, dad o deyil idi, o qədər də bəyənmədim. Video qısa olsa da məlumat verici idi və bundan sonra artıq seçim sizdədir, gələrsiniz ya yox. Ümumi olaraq son olaraq onu deyə bilərəm ki, mən bir daha bura gələrəmmi? Yox, gəlmərəm. Bu qədər. Videonu bəyənib şərh yazmağı unutmayın. Hələlik.